Borbostandan indi üzüm başlayacaq. Bizim xalq hamısı fort alıb. Saat 4-dən dururuq. 4-dən saat 12-dən gedirik. Görərsiniz, gedirik üzüm işləyirik. Saat 12-dən işləyirik, çıxırıq gəlirik. Mən balaca yaşda var idim. O zaman asfalt yuxarıdaydı. Oradan gedib gəlirdi. Telav, Qaracala. İndi o neçə ildir ki, mən o vaxtı uşaq idim. 15 qəbi idi avtobus o vaxtı. Bilirsən kim? İndi yoxdur. İndi takslar işləyir. Bizim öz kəndçilərimiz işləyir, Telav, Qaracala. O da 2 manatdır hər adam. Telav, Qaracala gəlib gələr. Bütün permalar tikildi Kəndəlatda. Bütün perma. 5 perma var burada tikiblər. Çox perma, çox. Bordaq eləyirlər, yem verirlər, ot verirlər. Qovdan verirlər, onu da gətirirlər, burada kəsirlər. Kimisi şəhəri edir əti, kimisi burada toya-moya xaçlayırlar. Hava çox idi. İndi hər yer əkin oldu deyən daha elə azmaz saxlayan var. Qalan pərdə saxlayıb burada sad eləyirlər. Nə qayrı qalırlar. Çətinlik oldu. Bizim kənd öz içində çox belə qapalıdır. Axır vaxtlar ilərləmə var. Cavanlar oxuyurlar, universitetə gedənlər də çoxalıb. Düşünün ki, mən məktəbi qurtaranda bütün bizim məktəbdən yeganə abituriyent mən idim. Son zamanlar oxuyurlar, ali təhsil götürən uşaqlar çoxalıb. Bu çox yaxşıdır. Ancaq bu ali təhsil götürən uşaqlar kəndimizdə işə götürülmürlər nədənsə. Eləcə oxuyub qutarmaqla da deyilmiş. Sonrasında işə alınmaq da belə problemdir. Bizim kənddən bu səscə 2 qız bilirəm ki, kəndimizdə işləyirlər, hansı ki, ali təhsil götürüblər. Qalanları bilmirəm, nədənsə kənddə, öz kəndimizdə iş imkanları mı yoxdur deyim, yoxsa onlara mı belə yer açılmır, oğlanlar olsun, qızlar olsun. Onun üçün də bilirsiniz ki, deyirlər, oxudu, qutardı, işləmir, boşa gedir. Belə. 3 bacıyıq biz. Bizim üçümüzün belə xəyalımız idi balacalıqdan ki, nəsə üçümüzün ortaq nəyimizsə olsun, işimiz olsun. Həmişə hər oturanda bunu danışırdıq, planlayırdıq, illərdir. Belə illərdir planlayırdıq deyən belə alındı birdən. Son illərdə demək olar kəndimiz boşalıb, yarısından çoxu yoxdur. Kimisi xaricə gedib, çoxsu Tiflisə köçüb, orada alver eləyirlər, nəsə bizneslə məşğul olurlar. Bir də ki, ağır şərait kənddə pul qazanmaq çətindir. Qazandıqları da çox azdır.